zəng bizi hər zaman göynədəcək, həsrəti qəlbimizi. Ah necə kövrəlmişik bu ayrılıq çağında, yaşadığım birim məktəbin bucağında. Ah necə kövrəlmişik bu ayrılıq çağında, yaşadığım birim məktəbin bucağında. Son zəng biz səninləyik bir həyat yarışında, səni eşidəcəyik zirvələrin başında. Son zəng biz səninləyik bir həyat yarışında, səni eşidəcəyik zirvələrin başında. Son zəng həyata salam, məktəbə vidadır. Son zəng bizi səsləyir, bizə əlvida deyir. Ah necə kövrəlmişik bu ayrılıq çağında, yaşadığım birim məktəbin bucağında. Ah necə kövrəlmişik bu ayrılıq çağında, yaşadığım birim məktəbin bucağında. Son zəng biz səninləyik bir həyat yarışında, səni eşidəcəyik zirvələrin başında. Son zəng biz səninləyik bir həyat yarışında, səni eşidəcəyik zirvələrin başında. Ben sizi görmeye, sizinle görüşe geldim. Ben sizi görmeye, sizinle görüşe geldim. Sevinip ben size geldim, köyden ulduzları derdim, kalmayındı birce derdim, sizinle görüşe geldim. Sevinip ben size geldim, köyden ulduzları derdim, kalmayındı birce derdim, sizinle görüşe geldim. Bir kuş olup kanat açtım, gülçeydim çiçeği açtım. Ah dert elimde size kaçtım, sizinle görüşe geldim. Bir kuş olup kanat açtım, gülçeydim çiçeği açtım. Ah dert elimde size kaçtım, sizinle görüşe geldim. Ben sizi görmeye, sizinle görüşe geldim.
mənbəyinin mənzili məktəb. Ey elm savad mənbəyinin mənzili məktəb. Xoş xatirəli doğma əziz sevgili məktəb. Xoş xatirəli doğma əziz sevgili məktəb. Tezdən oyanırdıq, hamımız dərsə gəlirdik. İdman eləmək üçün hamı bir xətt düzülürdük. Biz körpə uşaqdıq, oxumaq zad nə bilirdik. Öyrətdi bizə Azərbaycan dili məktəb. Öyrətdi bizə Azərbaycan dili məktəb. Ey elm savad mənbəyinin mənzili məktəb. Xoş xatirəli doğma əziz sevgili məktəb. Vardır savadım, indi nə qorxum, təlaşım var. Hər gün girirəm meydana, söz tək savaşım var. Əvvəl düşünürdüm, uşağam, 7 yaşım var. Lazımdımı bu yaşda mənə təcili məktəb? Lazımdımı bu yaşda mənə təcili məktəb? Ey elm savad mənbəyinin mənzili məktəb. Xoş xatirəli doğma əziz sevgili məktəb. Arzu edirəm indi o əvvəlki çağ olsun. Hər kim ki sinif yoldaşım olmuş uşaq olsun. Lap məktəbimiz mənzilimizdən uzaq olsun. Amma olaram mən yenə də maili məktəb. Amma olaram mən yenə də maili məktəb. Ey elm savad mənbəyinin mənzili məktəb. Xoş xatirəli doğma əziz sevgili məktəb. Meşrebilleri ömrümün en şirin duygulu kaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri. En temiz arzulu günleri. Meşrebilleri ömrümün en şirin duygulu kaygısız günleri. Yalanın kaderimiz yoktu. En güzel bizim için ne sandıysa. Habersizlik kömürümüze biz her an. Tanrı yazan kazanmayan yazılan. Her bizim kanalımdır. Bir arzuyla alışırdım. Hala bizim için nağıldı. Bir arzuyla alışırdım.
gün elə bil ki başqa haldayam. Bugün mənə dəyməyin üzülmüşəm. Bu 11 il necə gəldi getdisə, elə bil dünən məktəbə gəlmişəm. Düşür yada o şirin bəhanələr, müəllimə gündəliyim evdə qalır. Dərsə girməmək sonra daha nələr, adam utanır indi yadına salır. Elə bir imkan olaydı əldə ki, qaytaraydım geri məktəb illərin. Tutub əlmi mənə yazmaq öylədən, o müəllimin öpəydim əllərin. İlk dərsə gedən günü ağlamışam, anam gedib gözüm ardınca baxıb. Gülürəm indi mən öz saflığıma, elə bilmişəm məni tək buraxıb. O son zəng çaldı, bizi bizdən ayırıb aldı. Beləcə xatirələr qaldı boş sinif otaqlarında. Uşaqlıq bitdi, o gözəl günlərimiz getdi. Son dəfə səs-küyümüz itdi koridor bucaqlarında. Nə sevincdir, nə də qəm anlamıram. Başqa bir hal verir bu görüntülər. İstəyirdiksə bitər məktəb ili, indi nə üçündür bəs bu üzüntülər? Qorxuram ki bir də biz görüşməyək, məktəb yolu ola həsrət küçəsi. Anladım böyüklər niyə ağlayır, bu imiş uşaqlığın son gecəsi. Dərs adı ilə ona zəng eyləmişəm, həyəcandan o qədər tərləmişəm. Mən onun eşqi ilə məndəliyim, cədvəlim bircə bir əzbərləmişəm. Parta yoldaşındı, yoxdur xəbəri, 11 il verdim ürək almaq üçün. Neçə gün qulqu pulun toplamışam, ona bir dəstə çiçək almaq üçün. Uşaqlıq bitdi, o gözəl günlərimiz getdi. Son dəfə səs-küyümüz itdi koridor bucaqlarında. O son zəng çaldı, bizi bizdən ayırıb aldı. Beləcə xatirələr qaldı boş sinif otaqlarında. O son zəng çaldı, bizi bizdən ayırıb aldı. Beləcə xatirələr qaldı boş sinif otaqlarında. Uşaqlıq bitdi, o gözəl günlərimiz getdi. Son dəfə səs-küyümüz itdi koridor bucaqlarında. Uşaqlıq bitdi. Geçti senin yanında o güzel gün.
növbədə uşaqların hazır qaybını aparıram. 11A sinif nümayəndəsi. Kim gəlməyəcək? Hamısı orada. 11B sinif nümayəndəsi. 11B. 100% hamı işlək. 11G. Bugünkü tədbirimizi açmaq üçün ilk səmərə Azərbaycan Respublikasının dövlət himnini səsləndirmək istəyirik. İstər birinci, istərsə də ikinci Qarabağ Savaşında dünyasını dəyişmiş, şəhid olmuş, igid Azərbaycan əskərlərinin, şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla, müəllimlərimizi və şagirdlərimizdən, yəni sizin içərinizdə də rəhmətə gedən var, onların əziz xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan edirik. Allah rəhmət eylesin. İndi də çıxış üçün sözü Şəhid Məmməd Fərzəllayev adına Mamusa kənd tam orta ümumi təhsil məktəbinin direktoru Yaxşı xanım Fərzəllayeva. Buyurun. Tamam, hörmətli məzunlarımız, əziz məzunlarımız, hamılıqla sizləri xoş gördük. Siz 25 il bundan öncə məzun olmuşsunuz. Məktəbə ilik zəngin sadalar altında daxil olmuşsunuz. Öz sinif yoldaşlarınızla, sevgili müəllimlərinizlə tanış olmuşsunuz. Məktəb sizə təkcə elmin sirlərini deyil, sizə həyatda yaşayıb yaratmağı, kamil bir insan kimi formalaşmağı öyrədir. İnsan illər keçsə də, yaşa doğulsa da, doğulduğu məkanı, oxuduğu məktəbi heç bir zaman unutmur. Baxın, indi siz cəmiyyətdə artıq sözünüzü deyən insanlarsınız. Neçə illər keçsə də, yenə doğma məktəbə, sevimli sinif yoldaşlarınızla birgə gəlmişsiniz. Öz sevimli müəllimlərinizi dəvət eləmişsiniz, onlarla görüşə gəlmişsiniz. Mən arzu edirəm ki, siz neçə belə illər keçirəsiniz. Biz çox sevinirik ki, sizi kimi şagirdlərimiz, məzunlarımız olur. Çünki siz bizim fəxrimizsiniz. Bağban bağ salır, öz bağının bərxisini görəndə nə qədər sevinirsə,
Biz müəllimlər də sizlərlə o qədər sevinirik. Çünki siz bizim övladlarımızsınız, bizim gələcək nəslimizsiniz. Bu gələcək nəslimizin davamçılarını yetişdirən valideynlərsiniz. Artıq həyatda atasınız, anasınız, həm də eyni zamanda nənəsiz, babasınız. Mən öz adımdan, rəhbərlik etdiyim kollektiv adından, Məmməd Fərdullayev adına Mamusta Kənd Təhsil Məktəbinin adından, şagird müəllim kollektivi adından sizlərə həyatda can sağlığı arzulayıram. Arzu edirəm ki, dünyada nə gözəl sözlər, nə gözəl günlər varsa, hamısı sizin nəsibiniz olsun. Mən sizlə bir müəllimə kimi, bir ana kimi fəxr edirəm. Çünki insan kimliyin daşıyır, yəni o həmin şəxsiyyət vəsiqəsində onun adı, soyadı, atasının adı yazılır. Eyni ilə də sizin həyat səhifənizdə təhsil aldığınız müəssisədə məktəbin adı, Mamusta məktəbinin adı yazılır. Mamusta məktəbinin adı ilə bağlı müəllimlərin adı yazılır. Yəni biz valideynlərlə bərabər eyni zamanda müəllimlər də sizlə həmişə fəxr edir. Sizin yaxşı sözünüzü eşidəndə orada oturan müəllimlər, istər digər müəllimlər sevinirik. Çünki siz bizim məzunlarımızsınız, bizim igidlərimizsiniz, bizim qəhrəmanlarımızsınız, tarixi yazan şəxsiyyətlərsiniz siz. Sizlə fəxr edirəm. Yaxşı dizisi kimi bizim şagirdlərimiz, məzunlarımız var. Hər birinizi ötüb bağrıma basıram. Bir daha sizin bu əziz gününüzü təbrik edirəm. Çox sağ olun, yaxşı məlumatlara, gözəl mənalı sözlərinizə görə. İndi sözü məktəbimizin qocaman müəllimi, indi də fərqli təqaüddə olan Qurbanov Ayzəqa müəllimə veririk. Buyurun. Çox sağ olun mənim, təşəkkür edirəm. Əziz və hörmətli məzunlar, mənim unutulmaz şagirdlərim, həmişə siz mənim qəlbimdəsiniz, bundan sonra da belə olacaq. Hər ildə bu tədbir keçirilir, məni dəvət edirlər. Mən o uşaqlara da bu sözü yenilə deyirəm, bu formal deyil. Təsadüfən yolda rast gələndə salam, nə var, nə yox, necə yaşayırsan, harada olursan, uşaqlarınızdan hamısı soruşan. Deməli, bu istilik, bu yaxınlıq ürəkdən gəlir. Unudulmamışsınız, unudulmayacaqsınız heç vaxt. Mən çox sevinirəm ki, bu neçə ildə mən dərs demişəm Mamusta məktəbində, eyni zamanda Siyavar məktəbində mənim dərs edib uşaqları Allah göstərməsin, heç birisi bir xəta törətmir. Yəni, qəbsına düşmək, sonra bir maşın qazasına düşmək, digər Allah belə şeylərdən hamınızı qorusun. Baxıram, hamınıza ailə sahibisiniz. Bu böyük xoşbəxtlikdir. Adam var, illərlə sürünür, gəlib hədə çata bilmir. Allah sizi belələrindən uzaq eləsin. Sonra, demək, indi biraz dövlət səviyyəsində biraz iş tapmada çətindir, amma ki, hələ də yaşayır. Hələ də çörəyimiz var, bizi Allah qoruyur, bizə çörək getirir. Allah Teala sizi öz nəzarətindən heç vaxt uzaq salmasın. Belə, bir dənə tövsiyəm var, indi qalanı özü bilərsiniz. Bax, bir buraxılırsınız, sən yaşıdsın. Məsləhət görərdik ki, düzdür, iyulun 1-dən Azərbaycan hökuməti qərar verib qəti, qohum-qohumla evlənməməlidir, o cəza olacaqdır. Iyulun 1-dən tətbiq olacaqdır. Siz qohumla demirəm. Bax, bir-birinizə qız verin, uşaqlarına qız verin, qız alın. Daha, olmur. Düz gəldim mənə. Həm yolu yoxdur, hamı həm yolu deyil ki, yad adam da var. Birinci qızlar gəlirlər, uşaq qızların bu böyüdür. O daha mehriban olarsınız, daha yaxın olarsınız. Gəlin inşallah, gəlin inşallah. Allah gələcək. Gələcək. Məsləhət. Yaxşı sözdür, gələcək. Məsləhət yaxşı.
qəbul eləsəniz lap yaxşı. Mən belə məsələ. Yəni siz daha mehriban olasınız. İndi həftədə Hər sinifə demirlər. həftədə bir dəfə deyirsiniz ki, bir qızımıza baş çəkək, nəvələrimiz necə deyir. Yaxşı, Necə sakin ol, deyir. Rəqəm. Nəysə, sən narazılıq artdı. Yəni havasa düşdülər, söhbət edir. Allah cavab verir. Axır sizin kənddən evlənəcəksiniz. Mənim kimi başqa yerdən getməlisiniz. Çocuqları, subayları sırtıyor. Belə. Sizə uzun ömür, can sağlığı, möhkəm can sağlığı, birinci növbədə şən həyat, firavun həyat, qohumluqda mehribançılıq, səmimiyyət, sonra özündən böyükləri, ağsaqqalları görəndə onların hörmətini saxlayasınız, məsləhətdir. Qurankəsin nəvəsidir. Elə-belə yoldan keçən bir ağsaqqal tez yadına salıb. Deməli, o nəsil də yada düşür. Hörmətə minir bir daha. Siz özünüz də hörmət sahibi olursunuz. Mən belə bilirəm, bilmirəm ki, özünüz qalan. Elədir. Elədir, çox sağ olun. Yaxşı, mənim deyirəm. Bir daha hamımıza can sağlığı, belə şən görüşlər çox olsun sizin üçün, bolunca olsun, cib dolu ilə. Sağ olun. Bizim bugünkü yubilyalara ana, ata sözlərini yazmağı öyrədən ilk sinif müəllimi Rəhimə Qubadovaya verir. Buyurun. Hörmətli məzunlar, 25 il münasibətini təbrik edirəm. Sizə 50 illiklər belə keçirtməyi arzu edirəm. İndi gələn il bizim 60 ildir. Siz elə başa düşün ki, o müəllim çox dedi, çox demirəm. Bizdən də çox yaşayır. Əsas yaşamağın səbəbi mehribançılıqdır. Ancaq bir-birindən mehriban. Mən gəlmişəm, çox yerləri gəlmişəm. Mən Moskvada bu uşaqların bir-birindən necə mehriban olmağını orada gördüm. Kənddə var görürsən, amma kənarda uşaqlar bir-birindən çox mehribandılar. Onların bura gəlməsi, sizi görməyi, o hər şeyə dəyəkdir. Mən bir dənə orzum budur ki, hamımız bir-birindən səmimi olur. Nə qədər yaxşı olsun, sizdən asılıdır. O hörmətli qazanmaq sizdən asılıdır. Çalışın bir-birinizdən mehriban olasınız. Yaxşı. Sağ olun. Beni yardım sağladığınıza göre teşekkür ederim. Benim de 20 yıl stajım var. Ben sadece baş yedim. Belki çokça belki danışabilirim. Yok, hiç vaxt uşaqlarla nə çubuqla danışmışam, nə onların başına qışdırmışam. 20 il təcrübəmdə bu sinif demək olar ki, mən birinci rəhbərlik etdiyim sinif olub. Doğrudan da, həqiqətən də bu uşaqları özündən asılı olmayaraq övladlarımdan heç ayırmamışam. Onlara indi də böyük hörmətim var. Mənki ötüm uşaqlarıma bütün bu 25 illikləri indi də böyük hörmətim var. Dünən Sumkası özündən ağır olan şagirdlərimiz bugün şükür Allaha, hamısı bir ailə başçısı, hamısı bəlkə də nənə, baba. Laf deyə bilərdim, Afa xanımla neçə ildir bir evdə yaşayırdı, bir həyətdə yaşayırıq. Sizin hamınıza can sağlığı arzulayıram. Siz həmişə mənim qəlbimdəsiniz, həmişə mənim ürəyimdəsiniz. Hər dəfə sizi bir məclisdə görəndə, bir yerdə görəndə, elə bir fəxrlə deyirəm ki, bax, mən bu uşağın sinir rəhbəri olmuşam. Hamınızı ürəkdən öpürəm, hamınıza can sağlığı arzulayıram, neçə belə gözəl illərə. Sizə mən bir sumkamda kamera göstərdim, bir şəklimiz var. Onu 7-ci sinifdə çəkmişik. Kollektivimdən biridir, düz bir-iki uşağında yoxdur. Çalışarıq ki, bu şəkli yeniləşək. Ki, gələn illəri Allah qismət eləsin, hər yürüyədə şəkilləri yeniləşək. Sağ olun, hamınızı öpürəm. Paylaşım.
Qarabağ müharibəsinin iştirakçısı, həm də məktəbimizdə hərbi hazırlıq dərsini tədris edən, şagirdlərimizə vətəni necə sevməyi öyrədən tarix müəllimə verdik. Buyurun, tarix müəllimə. Çox sağ olun, Arzuman müəllim, çox sağ olun, əziz mazlumlar. Bizi dəvət eləmişsiniz bu xoş gündə. Əslində, günün tarixinə baxanda çox da yaxşı gündür. 25.05.2025 və buraxılış da 2025. Çox gözəl bir gündür. Asif məni gördü, məni dəvət etdi. Təbii ki, dəvəti qəbul elədim. Mamusa məktəbi mənim pedaqoji fəaliyyətimdə, ilk fəaliyyətimdə yox, pedaqoji fəaliyyətimdə çox böyük rol oynayıb. İlk pedaqoji fəaliyyətimi Mamusa məktəbindən başlamışam və qısa bir müddət burada işləmişəm, 97-2001-ci illər. Sonra Taliyə ilə gətirdi ki, Lənkəran Tibb Kollecinə işə düzəldim, yəni ora getdim. Və orada da təbii ki, Mamusa məktəbi mən üçün doğma olub. Orada Mamusa məktəbindən gələn məzunlar olub, tələbələrimiz olub. Yaxşıqanın müəllimin öz qızı, Yasemin bizim tələbəmiz olub. Mayıs müəllimin qızı bizim tələbəmiz olub. Və mənim bir digər qrup bugünə Astarada hansısa istirahat mərkəzinə qonaqlığa dəvət elədi, buraxılış, yəni tələbələr dəvət edir. Dedim ki, uşaqlar məni bağışlayın. Bugün mən Mamusda, həmin günü mən Mamusda məktəbinə dəvətliyəm. Məzunların 25 illiyidir. Bir tələbə qayıt, ay müəllim, mənim anam da oradadır ki, Quba, Duvas, Səfinə, sənin qızındır, çox gözəl. Əvvəla, Mamusda məktəbinin bütün varlıqlara təşəkkür edir ki, belə uşaqları tərbiyə edirlər, bizə göndərirlər. Çox sağ olun və uşaqlar sizə də, müəllimlərə də uzun ömür, can sağlığı. Əsas odur ki, yəni tibb işçisi olaraq bizə deyim ki, əsas can sağlığıdır. Rusların bir məsəli var, deyil, əsas can, əsləni kupimə. Yəni digər şeylər hamısını almaq olur, can sağlıqdan başqa. Can sağ olsa, xoşbəxtlik də tapırsan, səadat da tapırsan, pul da qazanırsan və s. Can sağ olmayandan sonra heç nə kömək edir. Və çıxış üçün söz verilir. Bayaq qeyd elədik, 4 sinif olub, buraxılış siniflərin birinin rəhbəri məhz bizim məktəbdə çalışan, indi də şəhər təhsil şöbəsi sektorunda çalışan Mayıs müəllim olub. Sözü Mayıs müəllimə verilir. Buyurun, Mayıs. Aziz və hörmətli məzunlar, ən əvvəl mən sizi yubileyiniz münasibəti ilə təbrik edirəm. Əlbəttə, belə yubileylər artıq bir adət-ənənədir, hər il keçirilir. Bu ildə bir neçə yubileylər var. İlk növbədə mən arzu edirəm ki, sizin bu tətiliniz uğurlu olsun, yaxşı olsun, gözəl keçsin, gözəl bir sizin həyatınızda bir iz vurasın. Yəni, hər zaman bu şəkillərə, bir videoya baxanda həmişə başvucalığı ilə belə fəxr edəyəsiniz ki, bəli, bizim belə bir buraxılışımız olub və belə bir günümüz olub. Mən 1989-cu ildə, 97-ci ildə daha doğrusu məktəbdə müəllimlər fəaliyyətinə başlamışam və ilk dəfə daxil olduğum sinif hal-hazırda Ceyhun müəllimin də okuduğu sinif həmin sinifə ilk dəfə müəllimin fəaliyyətinə həmin sinifdə başlamışam. Elə oldu ki, elə həmin sinifi də mənə rəhbərlik kimi mənə verdilər həmin. Demək olar ki, yəni siz mənim üçün sinif mənim üçün çox əlamatdar bir sinifdir də. Yəni, müəllimlik fəaliyyətini insan indi artıq 30 ilə yaxındır, mən müəllimlik fəaliyyəti ilə məşğul olam və elə bilirəm ki, bacardığım, bildiklərimi, həyat təcrübəmi sizə müəyyən qədər öyrədə bilmişəm. Və mən bilən, belə bir kənddə yaşayırım, sizin aranızda, ümumiyyətlə buraxılışda mənfi yola, yəni pis bir xəbəri olmayan bir insan yoxdur. Hamısı özünə görə bir mənsəb sahibidir. Əzəl müəllimin qeyd elədiyi kimi bir ailə sahibisiniz, uğurlu işlər görürsünüz. Yəni, burada ali təhsil almaq, təhsilli olmaq
önəmli deyil. Əsas məsələ cəmiyyətin layiqli bir üzvü olmaq. Mənə elə gəlir ki, sizin buraxılışda mən hiss edirəm, görürəm, müşahidələrimə görə çox belə mehriban bir buraxılışsınız. İstər oğlanlar olsun, istər qızlar olsun, bir-birinizdən çox mehribansınız və mən sizin bəzi uşaqların nömrələri məndə var, statuslarda baxıram, daima görürəm ki, mehribançılıqla, bəli. Çox danışmaq istəmirəm, yəni artıq sizin tədbirləriniz də var, digər tədbiriniz də var, dediyim kimi uğurlu olsun və müəllimlərin əksəriyyəti, tarix müəllimlə xüsusi qeyd elədiyi kimi, ən əsas məsələ, hörmətli məzunlar, sizə can sağlığı arzulayır. Ən əsas məsələ can sağlığı. Övladlarınızdan da daima müsbət xəbərlər, yaxşı xəbərlər eşidəsiniz. Bugünkü günün yubilyarlarına vermək istəyirik. Sözü bizimlə çiyin-çiyinlə məktəbdə çalışan Günel Şabanovaya verir. Buyurun. Salam, hörmətli müəllimlər və sinif yoldaşlarım, hər birinizi salamlayıram. Bugün biz 25 il bundan əvvəl məktəbdə məzun olduğumuz gün bizim ürəyimizdə sonsuz arzular, çoxlu suallar və biraz da həyəcan var idi. Biz bu məktəbdə öyrəndiyimiz biliyin və dəyərlərin, müəllimələrin bizə verdiyi bu dəyərlərin bu uzun müddətdə bizim üçün belə qiymətli olacağımızı heç təsəvvür edə bilməzdik. Mən bugün sizinlə həm 25 il bundan əvvəl bu məktəbi bitirmiş bir məzun kimi, həm də müəllimlərimlə çiyin-çiyinə çalışan bir müəllimə kimi burada çıxış edirəm. Bu məktəb bizim üçün bir binadan ibarət deyil. Bu məktəbdə bizim xatirələrimiz, uğurlarımız, bizim keçmişimiz, bizim kimliyimiz var və keçmişimizə təşəkkür edirik, müəllimlərimizə təşəkkür edirik. Bu yubileyi bizə təşkil edən məktəbimizin direktoru Yaşxanım Fərzulayevaya və digər müəllimlərə də təşəkkür edirəm. Sinif yoldaşlarımız adından sizə təşəkkür edirik. Çox sağ olun. İndi sözü Könül Həsənovaya veririk. Buyurun Könül. Əziz uşaqlar, bacı və qardaşlarım, dəyərli müəllimlərim. Bizim bu gün 25 il bundan qabaq, yəni bir yerdə bitirdiyimiz uşaqlarla, müəllimlərlə üz-üzəyik. Allah bundan da sonra 30-40 illiyimizi bizə qismət eləsin. Həmişə mən sizinlə qürur duyuram, uşaqlar. Heç bir yerdə bizim kollektiv kimi kollektiv yoxdur. Mən öz qardaşlarımla, bacılarımla, burada kollektivimlə fəxr eləyirəm, sizinlə qürur duyuram. Yaxşı xanım müəllimə, bizlə əziyyət çəkmişsiniz, öz əziyyətimizi bizə halal eləginə. Arzulan müəllim, Basit müəllimin əziyyəti də, Tofiq qardaşımın əziyyəti də çoxdur. Sizdən halalıq istəyirik, çəkdiyiniz əziyyəti bizə halal elə. Bundan sonra da istəyirəm ki, mən həmişə sizinlə olum, hər iki kollektivdən. Sağ olun. Çox qürur vericidir ki, bu iki məzunların əksəriyyəti məhz pedaqoji fəaliyyətini davam etdirirlər. İndi bizim məktəbdə də olmasa da, Hirkan məktəbində uşaqlara xarici dil fənnini tədris edən bu iki məzunlardan biri iştirak edir, Şükür və Qəmər. Sözü indi ona verilir. Yubilyarları indi öz ürək sözlərini desin. Buyurun Qəmər. Salam kömək dəyərli müəllimlər, əziz müəllimlərimiz, dəyərli sinif yoldaşlarım. Hamınıza təşəkkür edirəm. Sizi bir daha belə görmək, həqiqətən bizi sanki 25 il bundan əvvəl apardı. Və bunun təşkilatçıları, sinif yoldaşlarımız olmalarını sizə təşəkkür edirəm. Çox sağ olun, bizi bir araya yığdınız. Biz həqiqətən də bu gün sanki uşaqlaşmışıq.
həqiqətən də 25 il bundan əvvələ qayıtmışıq. Və buna görə də məktəbimizin direktoru Yaxşı xanım müəlliməyə, ilk ibtidai sinif müəllimimiz İltifat müəllimə, ondan sonraki rəhbərimiz Rəhimə müəlliməyə və bütün müəllimlərə, bütün burada oturan müəllimlərə təşəkkür edirəm. Allah sizə can sağlığı versin. Rəhmətə gələn müəllimlərimizi də Allah rəhmət eləsin. Sinif yoldaşlarımızdan Asil rəhmətə gedib, Allah onu da rəhmət eləsin. Və burada bəzi səbəbdən bir-iki uşaq iştirak edə bilmir. Və o uşaqlar da həmişə yadımızdadır. Kaş hamı iştirak edə biləydi. Bir-iki nəfər var. Adlarını çəkmək istəmirəm, çünki birdən biri yadımdan çıxacaq. Kimsə inciyə bilər. Ona görə də bəli, hər kəs hamı qəlbimizdədir. Hamınıza təşəkkür edirəm, çox sağ olun və təşkilatçı olanlarımıza da təşəkkür edirəm. Təşəkkür müəllimlər və sevimli məzunlar, dəyərli sözlərinizə görə bilirəm, hamı çıxış eləmək istəyib, ürəkləriniz doludur, amma vaxt məhdudiyyətini nəzərə alaraq və həm də tədbiriniz var, yəni bugünkü tədbiriniz yekunlaşdırılır. Sizə öz adımdan, məktəb rəhbərliyi adından uzun ömür, can sağlığı arzulayaraq, inşallah belə 50 illik yüzlüyünüzdə belə iştirak edəcəksiniz. Hamınıza uğurlar. Hüququmuz biridir, şagirdidir hamımızın adıda. Elə bil ki boyumuzda eynidir, aman Allah nə xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz, bir töhmətdən için yanırdı. Hələ onda bilmirdik ki bunu biz, bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı, min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri, ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Məktəb illəri, ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Hələ onda bu dünyanın şərindən, yalanından xəbərimiz yox idi. Qəm qüssəmiz, kədərimiz bir damcı, hələ onda sevincimiz çox idi. Yazılanı bir silgi ilə pozmaqda bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ, taley yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı, min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri, ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Məktəb illəri, ömrümün
temiz arzulu günlerim. Mektep illeri ömrümün en şirin duygulu kaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri. En temiz arzulu günleri. Mektep illeri ömrümün en şirin duygulu kaygısız günleri. Her anı bir ömre beraber sihirli günleri. En temiz arzulu günleri. En temiz arzulu günleri. آمين رحمكم الله جميعا بحق الفاتحة مع الصلوات اللهم صل على محمد وآل محمد بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد لا السلام عليكم يا شهيد والمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات وبحق الفاتحة مع الصلوات اللهم صل بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين لم يلد ولم يولد ولم يكن له